Quranda belə bir ayə var. Allah buyurur ki, kafirlər istəyir ki, sizi də kafir eləsinlər. İman əhlinə deyir. Kafirlər istəyir sizi də kafir eləsinlər. Nə üçün? Psixoloji səbəbi göstərir. Buyurur ki, həsədən min indi ənfusihim. Çünki sizə paxıllıq eləyirlər. Quran deyir bunu, Allah buyurur. Düzdür, bu zahirən deyir ki, yox, mən sənin heç əqidəvi qəbul eləmirəm, sən heç mən düşüncəvə müxalifəm, sənin qəbul elədiyin Allahı mən qəbul eləmirəm. Amma əslində qəbul eləyir, çünki o da ilahi fitrətlə doğulub, içində Allah adlı həqiqət var, onu inkar eləyir, amma içində bilir ki, sənin seçimin düzdür, bu odur ki, paxıllıq eləyir. Səni zahirən ələ də salır, məsxərə eləyir. Amma ürəyində bilir düzsən. Ürəyində bilir, öz ürəyində bilir. Psixoloqlar da deyir ki, insan bir şeyi ələ salırsa, yəni bu ələ salmaq nədən yaranır, məsxərə eləmək? Deyir, ələ salanlar bilir ki, ələ salınan özündən yaxşıdır. Bu bir xüsusiyyət görür ki, o bundan yaxşıdır və bu natamamlığın əvəzində başlayır onu ələ salmağa. Quran da buyurur ki, çox zaman məsxərə olunanlar məsxərə edənlərdən yaxşıdır. Ələ salınanlar ələ salanlardan yaxşıdır. Quran buna cavab verir, deyir, fi qulubihim məraz, kafirlər üçün deyir. Deyir, onların qəlbində xəstəlik var. Yəni, bunlar psixoloji baxımdan problemli adamlardır. Bəziləri elə bilir ki, Allahın acığı gəlir onlardan deyə onları təhqir eləyir. Biz demirik, xəstəsən sən, filan kəs xəstədir. Kimdən ki, acığımız gəlir, deyirik, xəstədir. Elə bilir, Allah da belə davranır. Xeyr, Allah dəqiq danışır. Allah diaqnoz qoyur, deyir, fi qulubihim məraz. Bu kafirlərin qəlbində xəstəlik var. Yəni, psixoloji problemləri var. Kafirlik, münafiqlik normal hal deyil, təbii hal deyil. Deyək, biri seçib Allahı, biri seçib Allahsızlığı. Belə bir seçim olmaz. Olmaz o mənada yox ki, qadağandır. İslam deyir, lə ikrahə fiddin. Kim nə seçir, seçsin. Amma bu normal seçim deyil. İslam deyir ki, bu insan mən yaratmışam Allah deyir. Bunun bütün, yenə deyirəm, xəmirini Allahla yoğurmuşam. Bu özünü inkar eləyir. Bunun vücudu Allah həqiqəti ilə doludur. Bu xəstəlikdir ki, bu öz-özünü inkar eləyir. Bu normal bir hal deyil. Birinin ağlına belə batıb, birinin ağlına belə. Onda cəhənnəmə niyə gedir ki o adamlar? Deyərsən, ağlıma belə batmışdı. Allah deyir, bu nəsə eləyib, özünü özündən gizlədib, özünü inkar eləyir adam. Ona görə də deyir ki, bunlar xəstədirlər.